Instagramda kəşfətə düşməyin oraya yazılan hashtaglarla və ya paylaşım saatları ilə heç bir əlaqəsi yoxdur. Bu bəzən like yığmaq xətrinə ağzına nə gəldi pülləyənlərin çox da fikir verməyin. Bunu Instagramın özü paylaşır. Məsəl üçün Instagramın CEO-su Adam Mosseri ən son paylaşımında qeyd eləmişdi ki, artıq biz Instagramda kəşfətə düşməyin meyarını sizin kontentləri insanlar nə qədər çox bir-birinə göndərir, onunla ölçürük. Yəni ki, sizin kontent insanlar tərəfindən nə qədər bir-birinə çox göndəriləcəksə, siz də o qədər kəşfə düşmə ehtimalınız vardır. Bunu özümüz də görürük onsuz da paylaşılan kontentlərdə. Siz kontent paylaşarsa səhər və ya axşam, anında yox, bir gün sonra da düşə bilər kəşfətə. İnsanlar yavaş-yavaş başlayar bir-birinə göndərməyə, ondan sonra da kəşfətə düşə bilərsiniz. Amma biz orada hashtagları niyə yazırıq? Çünki onları kateqoriyaya ayırırıq paylaşımları. Məsələn, bizim səhifədə kateqoriyalar var. Deyək, tələbə uğuru, ondan sonra praktika, ondan sonra işə girənlər və s. Plus da bəzən insanlar kateqoriya şəklində axtarış eləyə bilirlər. Həmən kateqoriya şəklində hashtaglarla axtarış eləyəndə insanların qabağına çıxaq deyə o hashtagları oraya əlavə edirik. Başqa bir şey üçün deyil. Yəni heç bir kəşfətə və ya başqa bir şeyə təsiri yoxdur həmən hashtagların. Ona görə çox da like yığma xətrinə danışanların dediklərini çox da fikir verməyin. Bu qədər.